Şəfalı Həyat, Coffee and Healthy Food'un baş sponsorluğu, həkim stomatoloq Məmməd Əsədovun xüsusi sponsorluğu, Rabitəli Nitq Reabilitasiya Mərkəzinin sponsorluğu ilə başladı. Salam mənim əzizlərim, xoş gördük. Yenə də Şəfalı Həyat sizinlədir. Artıq ikinci mövsüm verilişini nəyə görə Şəkidə çəkdik? Çünki mən bu məkandan, mən bu şəhərdən ayrıla bilmədim. Sözün əsl mənasında mən artıq biz birinci çəkilişimizi çəkdik burada və mən bura vuruldum. Mən buradan gedə bilmədim və dedim gəlmişkən elə ikinci verilişimiz də belə bir gözəl şəhərdə. Azərbaycanın ən gözəl bölgələrindən biri olan, Azərbaycanın hər bir bölgəsi gözəldir. Hər bir məkanı gözəldir. Torpağımız o qədər şəfalı, o qədər gözəl enerjilidir ki, və mən qərara gəldim ki, bugün verilişimizi, ikinci verilişimizi məhz elə Şəkidə bu məkandan çəkək. Bugün də təbii ki, hər zaman olduğu kimi faydalı məsləhətlər, gözəl söhbətlər, maraqlı qonaqlarımla bərabər bugün biz buradayıq. Odur ki, diqqətiniz məndə olsun, mənim əzizlərim, artıq biz Şəfalı Həyat verilişini digər formata keçiririk. Düşünməyin ki, biz studiyada çəkilişlər etməyəcəyik, edəcəyik. Amma mütəmadi biz bizim Azərbaycanın müxtəlif bölgələrinə çıxacağıq ki, sizə də tanıdaq və siz də bu gözəl bizim bölgələrimizlə tanış olarkən öz şəfanızı torpaqdan, təbiətdən, günəşdən və bizim belə gözəl təbiətimizdən alasınız. İndi isə istəyirəm bugünkü qonaqlarımı təqdim edim. İlk qonağımdan başlamaq istəyirəm. Bugün bizim qonağımız işinin peşəkarı, mütəxəssis, psixoloq, psixoterapevt Şəbnəm xanım Orucovadır. Salam Şəbnəm xanım. Salam Şəfa xanım, xoş gördük hamınızı və tamaşaçılarımızı da salamlayıram. İlk öncə sizə öz minnətdarlığımı bildirirəm ki, biz bugün studiyada yox, gözəl Şəkidə, bu cür gözəl məkandayıq. Buna görə ayrıca təşəkkür edirəm sizə. Psixoloq hər kəsə lazımdır. Çünki insan var ki, belə deyək, enerjisi tükənir. İnsan var ki, çıxılmaz vəziyyətdə qalır, amma onun xırda bir yolu var. Bir dənə psixoloqun bir məsləhəti, düzgün istiqaməti artıq onun həyatını belə dəyişə bilər. Bəli, çox doğru deyirsiniz və bu sindromun adı tükənmişlik sindromudur. Maalesef bizim bugünkü gündəmdə, bugünkü həyatımızda biz psixoloqlar çox tez-tez rast gəlirik insanlarla, tükənmişlik sindromunu yaşayan insanlarla çox tez-tez rast gəlirik və bu ancaq işdə deyil, ailədə də, xanımlarımızda da, bəzi tələbələrdə də, iş sferasında, yəni öz işindən hətta artıq yorulan, bəli, evdar xanımlarda da. Çünki gündəlik eyni rutin işlər xanımların artıq daxili emosional durumunu çox səviyyəsini aşağı salır və bu ancaq emosional, psixoloji və fiziksel olaraq onlara çox pis təsir edir. Mən sizin sözünüzü tamamlamaq istəyirəm. Bəzi insanlar var ki, düşünür ki, mən işləyim, çalışım, idmanla, elə mənim özümdə də dəfələrlə bu olur. Həm idman, həm iş, ev və bir anda bir insan düşünür ki, artıq mən heç bir şey etmək istəmirəm. Onun birinci əlaməti nədir? Mən elə düşünürəm ki, insan deyir ki, mən heç bir şey etmək istəmirəm. Siz bir mütəxəssis kimi onun ilk diaqnozu nədən qoyulur? Bax, məsələn, bu durumun ümumiyyətlə həm fiziksel, həm emosional göstəricilər var, həm davranış göstəricilər var. Olur ki, insanlar heç yuxusuz qalırlar, yata bilmirlər və yaxud da ki, əksinə, daim yatmaq istəyirlər. Bəli. Bədən o qədər yorulur, o qədər gücsüzləşir ki, daim yatmaq istəyirlər. Sonra sosial olaraq insanlardan, sevdiklərindən çəkinirlər, uzaqlaşırlar. Çünki artıq heç kimi görmək istəmirlər, heç kimlə paylaşmaq istəmirlər. Hansısa işlərini daim uzadırlar. Prokrastinasiya deyilən bir sindrom baş verir. Sabah eləyərəm, sonra eləyərəm. Çünki resurs yoxdur, güc yoxdur o işi həyata keçirməyə. Artıq bu simptomlar başlayanda insan özünü fikir verməlidir, düşünməlidir ki, niyə, nə baş verdi ki, mən bu dəqiqə bu durumdayam və düşünürəm ki, belə anda artıq psixoloqa müraciət eləmək vaxtıdır və özünü araşdırmaq, həyatını araşdırmaq zamanı gəlib çatır. Şəbnəm xanım, o qədər maraqlı danışdınız ki, amma bizim digər də qonaqlarımız var. Mən istəyirəm elə onları da dəvət edim. Onlarla da bərabər bu mövzunu elə müzakirə edək. Bugün bizim qonağımız bu gözəl bir təbiətin qoynunda, Şəfalı Həyatın qonağı, öz işinin peşəkarı, Pilates mütəxəssisi və eyni zamanda təlimçisi Gülnar xanım Əliyeva. Buyurun Gülnar xanım, xoş gördük. Xoş gördük.
hər birinizi. Xoş gördük. Necəsiz? Yaxşı, çox sağ olun. Tamaşaçıları da xoş gördüm deyirəm. Təşəkkür eləyirəm. Bu gözəl məkanda sizlərlə birlikdəyəm. Təşəkkür edirəm. Gülnar xanım, biz bundan öncə Şəbnəm xanımla danışdıq ki, insanlarda psixoloji olaraq tükənmə sindromu olur. Mən istəyərdim bugün elə onu açıqlayaq ki, necə Pilates insanların bax elə ruhsal deyim, fiziki necə onu bərpa edir, necə onu tənzimləyir. Bu haqda istəyirəm birazdan danışaq. Bilirsiniz ki, Şəfalı Həyat verilişinin hər zaman maraqlı qonaqları olur. İstəyər mütəxəssislər, peşəkarlar və eyni zamanda gözəl sənətçilərimiz də bizim qonaqlarımız olur. Bugün də Bakıdan Şəkiyə uzun yolu gələn mənim əzizim, canım, dostum, dəfələrlə Şəfalı Həyat verilişinin qonağı İlqar Sadıqov bugün qonağımızdır. Ey dağların səkisində dağlar qədər qədim Şəki, yaşı qoca özü cavan, daim gülər üzlü Şəki, zarafatı baldan şirin, ləhcəsi duzlu Şəki. Zarafatı baldan şirin, ləhcəsi duzlu Şəki, yaşı qoca özü cavan, daim gülər üzlü Şəki. Yaşı qoca özü cavan, daim gülər üzlü Şəki. Şəki, Şəki, igidlər oylağı, Şəki, Şəki, ömrümün növraqı, Şəki, Şəki, igidlər oylağı, Şəki, Şəki, ömrümün növraqı. Şəfa xanım, salamlayıram sizi və hər dəfə Şəfalı Həyatın mövsümü açılanda təbii ki, mən ilk qonaqlardan oluram. Buna görə çox sevincliyəm və sizə təşəkkür edirəm və ARB televiziyasının rəhbərliyinə təşəkkür edirəm. Bütün yaradıcı komandaya təşəkkür edirəm. Çox sağ olun. Həqiqətən də o qədər pozitivsiz, o qədər gözəlsiz ki, insanlara da həqiqətən gözəl bir enerji ötürürsünüz və bütün bizi izləyən dəyərli izləyicilərimizə demək istəyirəm ki, Şəfalı Həyatı həmişə izləsinlər. Şəfalı Həyat həqiqətən də elə şəfalıdır. Çünki dağların ətəyində, belə gözəllikdə, belə gözəl xanımların əhatəsində həqiqətən necə şəfa tapmamaq olar ki, dostlar? Şəfalı Həyat Şəkidə və ilk mövsümü çəkilişlərdən biri. Möhtəşəmsiz. Çox sağ olun, təşəkkür edirəm. Təşəkkür edirəm İlqar, təşəkkür edirəm bütün qonaqlarıma və ümumiyyətlə doğrudan da buradan bunu qeyd etmək istəyirəm. Bütün ARB komandasına, başda da Rəşad bəyə, Rəşad müəllimə təşəkkür etmək istəyirəm ki, bizə bu imkanları yaradıb və mən istəyirəm ki, bu bizdə mütəmadi olsun. Nəinki Şəkidə, Lənkəranda, Şuşada, Qarabağda, bütün bizim Azərbaycanın gözəl məkanlarda, bölgələrində Şəfalı Həyatın səsi gəlsin. Odur ki, indi keçirik İlqarın gözəl ifasına, onun o qədər gözəl ifası, gözəl enerjisi elə burada da bütün bu dağların ətəyində yayımlanacaq. Hardan bileydim, bizə yalnızlıq həsrət düşər. Axı hardan bileydim, sevgiyə yanlış səhv gəlmişəm. De hardan bileydim, bu son şansımmış bilmədim. Başqası girməz qəlbimə, mən eşqi səndən bilmişəm. Hardan bileydim, bizə yalnızlıq həsrət düşər. Axı hardan bileydim, sevgiyə yanlış səhv gəlmişəm. De hardan bileydim, bu son şansımmış bilmədim. Başqası girməz qəlbimə, mən eşqi səndən bilmişəm. Ürək həvəssiz axtarır səni, güneş değil bu eşq olub qaranlığım mənim. Qaçdı sevginin dadı, ayrılıqsa yoldadır. Gəl düşmən olmadan ayrılaq, söhbət ondadır. Sözlərim, duyğularım, bütün hisslərim sənin. Tanrıdan son dəfə geri istədim səni. Gedişin yadımdadır, göz yaşım xatırladır. Bu səfərli hər şey geri döndürmək qismət olmadı. Hardan bileydim, bizə yalnızlıq həsrət düşər. Axı hardan bileydim, sevgiyə yanlış səhv gəlmişəm. De hardan bileydim, bu son şansımmış bilmədim. Başqası girməz qəlbimə, mən eşqi səndən bilmişəm. Hardan
düşmən olmadan ayrılaq söhbət ondadır. Sözlərim, duyğularım, bütün hisslərim sənin. Tanrıdan son dəfə geri istədim səni. Gedişin yadımdadır, göz yaşım xatırladır. Bu səfərli hər şey geri döndürmək qismət olmadı. Hardan biləydim, bizə yalnızlıq həsrət düşər. Axı hardan biləydim, sevgiyə yanlış səhv gəlmişəm. De hardan biləydim, bu son şansımmış bilmədim. Başqası girməz qəlbimə, mən eşqi səndən bilmişəm. Hardan biləydim, hardan biləydim, hardan biləydim. Başqası girməz qəlbimə, hardan biləydim. Şəfalı Həyat Coffee and Healthy Food'un özəlliyini və fərqini bilmək istəyirsiniz? O zaman gedək. Mən həkim dietolog Şafa Yadigarova tərəfindən menyularımız hazırlanır və sizə təqdim olunur. Şəfalı, dadlı, keyfiyyətli, sağlıqlı yeməklər axtarırsınız? Glutensiz, şəkərsiz şirniyyatlar axtarırsınızsa, o məkan elə bu məkandır. Hər birinizi Şəfalı Həyat Coffee and Healthy Food məkanımızda gözləyirəm. Müasir metodlar, peşəkar mütəxəssislər, hər bir uşağa kompleks müayinə, fərdi yanaşma. Bütün bunlar hardadır? Əlbəttə ki, Rabitəli Nitq Reabilitasiya Mərkəzində. Mərkəzdə loqopedik, psixoloji, psixopedaqoji, düyü bütünləmə, müalicəvi bədən tərbiyəsi kimi xidmətlərimiz mövcuddur. Rabitəli Nitq Reabilitasiya Mərkəzinin əsas özəlliyi isə burada inklüziv yaşam şöbəsinin fəaliyyət göstərməsidir. Övladlarınızın sağlam gələcəyi naminə siz valideynlərin seçimi Rabitəli Nitq Reabilitasiya Mərkəzi olmalıdır. Dişlərə qulluq ilk öncə dişləri düzgün fırçalamaqdan başlanılır və bildiyimiz kimi səhər bu yeməyindən sonra və axşam yatmazdan əvvəl icra olunmalıdır. Sağlam diş, parlaq rəngli, səthi hamar və təmiz olmaqla yanaşı, həm də sağlam damağa malik olmalıdır. Ağız boşluğunun sağlamlığı ümumi orqanizmimizin sağlamlığının ayrılmaz bir hissəsidir. Sağlam dişlər gözəl gülüşün aynasıdır. Çalışın dişlərinizi sağlam saxlayın. Son zamanlar hər 3 uşağın ikisində autizm spektru müşahidə olunur. Ümumiyyətlə bu xəstəliyin bu qədər çoxalmasına səbəb nədir? İlk olaraq onu vurğulayım ki, Zümrüd xanım, autizm xəstəlik deyil, bir fərqlilikdir. Yəni bir çox valideynlər bunu və yaxud da ki, bir çox mütəxəssislər buna xəstəlik kimi yanaşırlar. Xeyr, autizm xəstəlik deyil, bir fərqlilikdir və bəli, son zamanlar daha çox rast gəldiyimiz bir problemlərdən biridir, fərqliliklərdən biridir. Amma ki, təəssüf ki, son dönəmlər
hər uşağa autizm spektr pozuntusu qoyurlar. Bu inkişaf ləngiməsi də ola bilər, bu sensor əsaslıləngimə də ola bilər. Bunu artıq ayırd etmək, bunu artıq belə deyək, düzgün diaqnozu qoymaq üçün bir psixiatrik müayinə lazımdır və uşağın kompleks şəkildə mərkəz daxili, reabilitasiya mərkəzi daxilində kompleks müayinə nəticəsində müəyyənləşdirmək olar ki, uşaqda doğrudan da bu pozuntu, bu ləngimə yaradan səbəb autizm spektr pozuntusudur, yoxsa ümumilikdə inkişaf ləngiməsidir. Şəfalı Həyat Coffee and Healthy Food'un baş sponsorluğu, həkim-stomatoloq Məmməd Əsədovun xüsusi sponsorluğu, Rabitəli Nitq Reabilitasiya Mərkəzinin sponsorluğu ilə davam edir. Bir vaxt uşaq idi, dost idin mənə. Baş açıq, ayaq yalın, gəzərdik bağları. Səni gördüm dostum, yad etdim yenə. Bir şirin yuxu kimi ötən o çağları. Ah niyə, nə üçün mən beləyəm bəs bugün? Ah niyə sənin mən tuta bilmirəm əllərindən? Nə qəşəngsən, nə gözəlsən bu axşam sən əziz dost. Nə gözəlsən, nə qəşəngsən bu axşam sən əziz dost. Ah bu gözəlliyi bəs mən o zaman nə üçün hiss etmədim? Söylə bugünkü tək. Bugün nə olsa da əzizim inan, öz sözün deyər sənə daha sevən ürək. Ah niyə, nə üçün mən beləyəm bəs bugün? Ah niyə sənin mən tuta bilmirəm əllərindən? Nə qəşəngsən, nə gözəlsən bu axşam sən əziz dost. Nə gözəlsən, nə qəşəngsən bu axşam sən əziz dost. Ah niyə, nə üçün mən beləyəm bəs bugün? Ah niyə sənin mən tuta bilmirəm əllərindən? Nə
güzelsen bu akşam sen aziz dost. Ne güzelsen, ne qəşəysən bu akşam sen aziz dost. Aziz dost, aziz dost. İlqarın gözəl dipasından qayıtdıq, əziz dost dipasından və bugün əziz dostlarımla bərabərik bu gözəl bir məkanda, Azərbaycanın gözəl bir Şəki bölgəsində. İndi isə keçirik verilişimizin digər hissəsinə. Biz bundan öncə Şəbnəm xanımla müzakirə elədik ki, insanın fiziki bədənində necə, məsələn, Pilates kömək edir. Bu tükənmişlik sindromu arasından götürmək və İlqar da onda qeyd eləmək istəyirəm ki, sən də tez-tez konsertlər verirsən, tez-tez tədbirlərdə olursan, gecə gec gəlirsən, bilirəm, hətta burada demək olar ki, gecə gəlib və tezdən bura özünü gün ortaya çatdırmısan. Amma yenə də, yəni bu hər insanda ola bilər, elə yeri gəlmişkən məndə də hər insanda bu ola bilər. Mən istəyirəm elə Gülnar xanımdan qalmışdıq. Pilates necə insana kömək edir? Bax, istəyər fiziki, istəyər ruhsal, necə kömək edə bilər? Ümumiyyətlə bizə müraciət edən hər kəs düşünürlər ki, ancaq fiziki olaraq biz kömək edirik. Əlbəttə ki, Pilatesin faydaları çoxdur, bunu saymaqla bitməz. Amma fiziki köməklə də bərabər əlbəttə ki, ruhsal kömək göstərir. Çünki Pilates bir vəhdəti təmin edir. Həm zihnin və vücudun vəhdətini təmin edir. Çünki Pilatesin ümumiyyətlə Joseph Pilates vəfatından sonra Pilates adlandırır. Bunu bir bilgiləndirim sizi. Vəfatından öncə kontroloji adlandırılır. Yəni zihninlə, düşüncənlə bədənini idarə etməyi öyrədir. Və bunun da bir də onu bildirmək istəyirəm ki, Pilates digər idman növlərindən fərqlənən prinsiplərdir. Biz Pilates prinsiplər əsasında verilən hərəkətlərdən ibarətdir. Bu əsas prinsiplərdən biri də nəfəsdir. Ümumiyyətlə deyirlər ki, insan necə nəfəs alır, elə də yaşayır. Bu doğrudan düzgündür. Hətta insan gərgin olanda, o dedi, bir anda düşünürsən ki, nəfəs alırsan, amma dərindən nəfəs alman bir anda unudursan. Ümumiyyətlə ən çətin şey heç bir şey düşünməməkdir. Amma bu nəfəslə biz ancaq nəfəsimizə konsentrasiya olaraq, odaqlanaraq, heç bir şey düşünmədən bədənimizi, nəfəslə ritmini duyuruq. Nəfəs ümumiyyətlə bir çox həm xəstəliklərdə, həm fiziki, həm mənəvi problemlərdə çox gözəl kömək edir. Xüsusən də mənim ən çox üstünə vurğuladığım damət problemlərində daha çox bu nəfəsə çox üstünlük verilir. Çünki dərin əzələləri ümumiyyətlə xüsusi pozisiyalar və nəfəs texnikaları ilə biz dərin əzələləri çalışdıra bilirik. Ona görə nəfəs tək dediyim kimi fiziksel olaraq deyil, eyni zamanda da mənəvi olaraq da, ruhsal olaraq da bizə çox köməkli. Stressdən azaldığında da tək nəfəsdən getmirik. Bütün Pilates 50 dəqiqə boyunca biz təcrid olmuruq. Həm stressdən, həm problemlərdən, hər şeydən təcrid olunaraq ancaq öz vücudumuzu dinləyirik. Ən gözəl idman növü Pilates olaraq da əgər qeyri-düzgün mütəxəssisə müraciət ediriksə, o da bizə zərər gətirər. İstərdim İlqarın da bir söz alın və ondan sonra da keçir Şəbnəm xanımla da açıqlama. Yeri gəlmişkən İlqar, bax bu qədər gərgin bir qrafikdə hər zaman formadasan. Bax bunun sirri nədir? İlk öncə şəfalı həyat yaşamaq lazımdır və şəfanın qızıl məsləhətlərindən istifadə etmək lazımdır. Təbii ki, bu hər şey işə yarayır. Ondan da əlavə olaraq çox yemək lazımdır. Və insan var ki, yeyir, o qədər yeyir ki, əslində o doyur. Amma psixoloji özün inandıra bilmir ki, o adam doyur. Mən çox yemək lazımdır, çünki yeməyin özü böyük vizya. Və hər nə oldu yemək lazımdır. Vaxtı-vaxtında məşq etmək lazımdır. Ən çox da əslində mən belə deyərdim, mən yuxu problemləri çox olub. Son zamanlarda nə olar ki, mən axşamlar yata bilmirəm. Çünki birisi tədbirlərdən gec çıxır. Axşam saat 2-3 evə çatırıq, 4-5
biraz evdə istirahət edirsən, səhər saat 5 olur, 5-də yaxın. Davamlı məşqlər və elə xanım da buyurduğu kimi Pilates-ə artıq yazılacağam bundan sonra, onun məsləhətləri həqiqət keçir. Hətta Pilates bəylər üçün də var, xanımlar üçün də var, uşaqlar üçün də var. Və ümidvaram ki, sağlam yaşamaq, ən çox da təbii qidalarına qidalanmalıdan. Bu anda istəyərdim elə Şəbnəm xanım sizə bir sual verim. Çünki yıllar çox gözəl vurğuladı ki, insan aşırı yeyir. Hətta insanın tükənmişlik sindromu olanda da insan aşırı yeyir. Hətta onu duymur. Yeyir, qarışdırır, doymur. Bax bununla bağlı. Çünki bundan öncə biz vurğuladıq ki, insanda o asosial olur. İstədiyi işi etmir. Bugünkü işi sabaha qoyur. Artıq enerjisi tükənmiş. Və o enerji bərpa etmək üçün çox yeyir. Enerjini bərpa etmək üçün və o enerjidə, o qidadan gələn dopamini əldə eləmək üçün xoşbəxtlik hissi verir. Sanki düşünür ki, və yemək verirsə elə bunu da daha çox qəbul eləsin ki, o xoşbəxt özünü, heç olmasa o yemək ərəfəsində, yemək yedikcə özünü xoşbəxt hiss eləsin. Çünki artıq burada insan kontrolü itirir. Öz üzərində olan kontrolü itirir. Bilmir ki, özünü harda tapsın. Hətta çox gözəl vurğuladı ki, kontrolu itirir. O deyir, bəzi insanlar var, deyir, şirinini turşuya qatıram, turşunu duzluya qatıram. Heç özüm də bilmirəm, neynirəm, amma edirəm. Bax, bu da o sindromun bir əlamətindən biridir. Bəli, çox razıyam sizinlə. Bu vəziyyəti artıq özündə görən insanlara, artıq bu əlamətləri özündə duyan, görən insanlara mən məsləhət görərdim ki, onlar həyatında o vəziyyəti bir anlıq stop halına gətirsinlər. Özlərini stop, artıq dayan, bəsdir desinlər. Bitdi. Çünki bu sindrom kimlərdə olur? Aşırı gecə-gündüz işinə çox vurğun insanlarda Şəfa xanım. Elə mən də o sıradayım, bəli. Gecə-gündüz. Bəli, çox düşüncəsində ancaq işi olan insanlar, perfeksionist insanlar, işini çox mükəmməl, çox məsuliyyətli insanlar. Sonra öz qohum əqrabalarında, yaxınlarında, işdə müdirdən o dayağı görməyən insanlardır ki, həmişə kiməsə sübut eləməyə çalışırlar. Mən yaxşıyam, bir məni gör, bir məni seç. Daim nəsə eləyirlər, amma anlamırlar ki, onlar özlərini görməlidirlər və özlərinə o diqqəti, o dəyəri verməlidirlər. Heç kim üçün gözündə qalxmağa ehtiyac yoxdur. İkinci növbədə özün öz gözündə qalxmalısan, özünə o dəyəri verməlisən. Çünki daim o nöqtədə olan insanlar həmişə kiməsə, anaya, ataya, rəysə, nəsə sübut eləməyə çalışırlar. Artıq o insanlarda sonra bədən, Pilates müəllimimiz çox gözəl görür yəqin gələn insanları, bədən stop deyir. Bədən xəstələnir, immunitet azalır, enerji demək olar ki, olmur. Özləri deyir ki, mən niyə belə olmuşam? Görsən nə olub mənə? Çox adamlar başa düşmürlər ki, səbəbi məhz bu. Yatıram, doymuram yuxudan. Doymuram yuxudan ki, enerji yoxdur. Enerji qətiyyən yoxdur və enerji yaranmır. Ona görə məsləhət görürəm ki, tükənmişlik sindromunu yaşayan əziz dinləyicilərimiz. Bax, əzizlərim, diqqətiniz bizdə olsun. Bugün Şəbnəm xanımdan çox gözəl məsləhət, hətta onu necə aradan götürmək olar. Bugün Şəbnəm xanım şəfalı həyatda açıqlama verəcək. Birinci, özünüzü sevin. Çox vacibdir amil. Biz hamımız deyirik özümüzü sevin, amma sonunda yenə də özümüzü incidirik. Hayır, özünüzü sevmək, yəni egoist olmaq deyil, özünüzə qayğı ilə yanaşmaq demək. Özünüzə istirahətə vaxt verin. Bayaq dediyim kimi, hər kəsə gecə-gündüz özünü sübut eləməyə çalışmayın. O balansı işinizlə, şəxsi həyat arasındakı balansı qorumağa çalışın. Çünki çox insanlar o qədər işinə qurşanır ki, şəxsi həyatda, ailədə problem yaşamağa başlayır. Və yaxud da ki, bizim evdar qadınlar o qədər ev problemləri ilə onun içərisində dolambac artıq özlərinə vaxt ayırmağa vaxt tapmırlar maalesef. Ona görə də bir özünüzə, fokusu özünüzə çevirin, bir anlıq stop deyin, dayanın və həyatınızda nəyi dəyişmək zamanı gəlib sualına cavab. Elə bugün Şəfalı Həyat verilişini izləyən bütün tamaşaçılar birinci növbədə sizə nə məsləhət görürəm? Özünüzə bax, dayanın, bir anlıq, özünüzlə qalın. Biz bugün burada təsadüfən yığılmamışıq. Bugün elə bu təbiətin qoynunda, insan ümumiyyətlə təbiətlə təmasda olanda özünü açıqlayır, insanları tanıyır və özü-özünə sual verərək cavablandırır ki, mən ümumiyyətlə bu həyata nə üçün gəlmişəm? Və bugün biz bu təbiətin qoynunda,
gözəl qonaqlarla, əzizlərimlə bərabər o gözəl mövzunu niyə müzakirə elədik? Məhz ona görə ki, mövsüm təzə başladı. Hamı biri məktəbə gedir, biri universitetə gedir, biri işə, tətildən dönənlər və hamı başlayırıq belə dedi, intensiv, gərgin bir qrafikdə işləməyə. Hətta bir anda fikirləşirik, yox bunu da edək, bunu da edək, amma sonda baxırıq ki, artıq biz yorulmuşuq. İl təzə başlayıb, amma artıq bizim gücümüz yoxdur. Bax, o enerjimizi necə bərpa etmək, bugün bizim mütəxəssislərimizdən aldıq. Şəbana, sizi yaxından tanıyan insanlar da sizin gözəl enerjinizi, həyat sevərliyimiz. Çox sağ olun, təşəkkür ederim. Sizi inan o qədər çox istəyir ki, dünyanın atılma çarəsi belə deyəməliyik. Çox sağ olun. Sizin o gözəl enerjiniz, o həyat sevməyiniz, insanlara bəxş etdiyiniz o gözəl enerji. Həqiqətən mən hər dəfə sizə baxanda o yaşamaq eşqim belə deyil, biraz da artır. Və düşünürəm ki, nə yaxşı cəmiyyətdə həqiqətən sizin kimi mehriban, pozitiv, dəyərli, dosta qiymət verən insanlar var. Sən Buna görə çox şükür olsun. Şəbnəm xanımı. Çok sağ ol üzüm, çok sağ ol. Çox dəyərli psixoloqum. Çok sağ ol. Eyni zamanda Gülnar xanım, gözəl trener, gözəl pilates ustadınız və belə bir möhtəşəm məkanda ölkəmizin ən gözəl bir bərgüşəsi olan Şəki şəhərində və Şəkinin belə gözəl bir təbiətində bir araya gəlməyimiz özü də böyük bir sağlamlıqdır. Mən Eydanın sözünə qüvvət olar bir kəlmə də əlavə edeyim. Bu tükənmişlik sindromu söhbətdən danışırıqsa da, bax elə Şəfa xanımın enerjisindən getdi söhbət. Ətrafınıza belə insanlar, belə insanları daha çox yaxın buraxın ki, onların enerjisi, sevgisi, sizi qəbullanması, sizi olduğu kimi sevməsi sizə daim güc verəcək və siz o dayağı hiss edəcəksiniz. Şəbnəm xanım deməzdi ki, ətrafınıza elə insanları çəkək, yəni pozitiv olsunlar, sevər olsunlar, mehriban olsunlar. Ki, insanların niyyətləri düzgün olmalıdır ki, düşüncələri də düzgün olsun. O zaman onların sağlıqlıq, bədənləri, sağlamlıqları da doğrudan da şəfalı olacaq. Bir məqamda vurğulamaq istəyirəm. Yeri gəlmişkən İlqara da təşəkkür edirəm. Şəbnəm xanım sizə də təşəkkür edirəm. Gülnar xanım sizə də təşəkkür edirəm. Və onu da vurğulamaq istəyirəm ki, ümumiyyətlə bizim şəfalı həyat ailəsini mən istəyirəm böyüdək. Nəinki Azərbaycanda, Azərbaycandan da kənarda bizim böyük bir ailəmiz olsun. Hətta artıq yeni mövsümdən qərara gəldik ki, biz yəqin ki, Gülnar xanımla bərabər, yəni müxtəlif mütəxəssislərlə bərabər yeni bir layihə edirik. Şəfalı marafon. Sual verəcəksə bu nədir? Bəli, biz deyirik ki, ayda bir dəfə biz böyük bir şəfalı həyat ailəsi ilə bərabər bir yürüyüşlər edək və oradan da bir şəfalı səhər yeməklərini edək. Şəfalı həyat Coffee and Telsey Food mərkəzimizdə və bununla insanları sağlam düşüncə, idman və sağlam qidalanmaq və təbii ki, müxtəlif orada təlimlər keçək, seminarlar keçək ki, insanlar həm maariflənsin, həm sağlam qidalanmağı nə olduğunu bilsin, həm ətrafı sağlamlaşsın və təbii ki, idman növlərini düzgün seçimini etsinlər və Gülnar xanım da bugün bir neçə hərəkətlər göstərəcək ki, siz adi insan, yəni ev şəraitində necə o enerji balansımızı bir neçə idman hərəkətlərindən tez bir zamanda balanslaşdıraq. Məsələn, hansısa bir yerə gedirik, görürük ki, enerjimiz tükənib, onu necə bərpa edək və əksinə axşam işdən gəlmişik və görürük ki, artıq tükənmişik. Amma evladımıza o enerjini verməli, çünki işlə bərabər bizim ailəmiz də var. Onları necə bərpa edək? Bugün Gülnar xanım bizim verilişimizdə bir neçə dəqiqədən sonra sizinlə paylaşacaq.
Inhale, the world slows down. Exhale and melt into now. Let the moment stretch and sway. Flow through night into day. Floating on a silver sky. Weightless like a lullaby. We move like waves. Deyir, insanın ətrafı necədirsə, insan elədir. Mənə bir dənə dostluğu göstər, mən deyim ki, sən kimsən. Və doğrudan da biz ətrafımızda hər zaman sağlam, şəfalı, düşüncələri, ətrafı, fikirləri sağlam olan insanları cəlb etməliyik. Belə bir söz var, deyirlər, musiqi ruhun vidasıdır. Və həqiqətən əsl musiqi, profesional musiqi, peşəkar bir tasavvur və eyni zamanda gözəl zövq insanın ab-havasına gözəl təsir. Və mən arzu edərdim ki, dəyərli tamaşaçılarınıza hər şey edərdim, təvəqqə edərdim ki, onlar da gözəl keyfiyyətli musiqilər odular aslında. Çünki dünyanın ən gözəl musiqisi məhz Azərbaycan musiqisidir. Azərbaycan musiqisində çox gözəl əsərlər var ki, az ki onları bizim gənclər, bizim dostlarımız ilk alar edirlər, səsləndirilər, qalanlara dinlət deyəsinlər, əsr sənətə, əsr musiqiyə, əsr sözə və bununla da mən düşünürəm ki, bir növ insanlar bununla da bir özlərini itirək edə bilərlər. Və necə ki, siz şəfalı həyat demişində öz ixtisasınız gücdə insanları terapiya edirsiniz, eləcə də biz ifaçılar səhnədə insanları musiqimizlə, sözümüzlə, sənətimizlə də ən əsası mən həmişə bunu qeyd etmişəm. Bir ifaçının, bir peşəkar musiqisinin mütləq şəkildə daxili dünyası geniş olmalıdır. Ürəyi gözəl olmalıdır ki, qarşı tərəfə o enerjini, o gözəlliyi doğru və dürüst ötürsün. Onu doğru dürüst ötürəndə fərqi yoxdur hansı musiqi olsun. Musiqi hansı gözəldir, sadəcə onu gözəl təqdimat etmək lazım. Və o təqdimat insanların canına vurur və onu sevir. Və o sevgi ilə də insanlar şövqlənir, həyat sevgisi artır. Və ümidvaram ki, inşallah gələcəkdə daha da gözəl musiqilər gələcək və biz gənclərin öhdəsinə düşür. Biz də çalışırıq və çalışırıq ki, daha da gözəl, keyfiyyətli musiqilər bəxş ediyor xalqımız. Teşekkür ederim İlgar. Bugün geldiğine göre verilişimize teşekkür ederim. Gülnar xanım size de teşekkür ederim. Ve Şebnem xanıma dərin təşəkkürümü bildirmək istəyirəm. Çox dəyərləndirdim sizin bugün mənimlə olmağınızı. Çünkü doğrudan da bir insan bak bugün pazar günü vaxtınızı ayırıbsınız. Öz o değerli saatinizi, zamanınızı ailemizden, əzizlərimizdən o yata bilərdiniz, istirahət edə bilərdiniz. Ama bugün bizimle berabersiniz ve siz de bizim Şəfalı Həyat ailemizin bir üzvü olarak hər birinizə dərin təşəkkürümü bildirirəm. Və inşallah növbəti efirlərimizi Azərbaycanın digər bölgələrində də mütləq çəkəcəyik və bəli, inşallah studiyamızda İlgar söz verir. Çox xoşdur. Nə xoşdur mənə ki, mən bugün elə sizin tüm insanların aurasındayım. Bu özü çox böyük bir istirahətdir. Bu özü çox böyük bir keyfdir. Və nə mutlu bizə elə cüklər demişkən ki, biz həm özümüz şəfalanırıq bax bu ortamda, həm də dəyərli izləyicilərimizə öz məsləhətlərimizi sizin sayənizdə çox sağ olun çatdıra bilirik. Təşəkkür edirəm, var olasınız. Mənim əzizlərim, bugünkü erişimiz sona çatır. Hər birinizə təşəkkür edirəm ki, bugün bu bir saat ərzində bizi ilə bərabər qaldınız. Düşünürəm ki, dəyərləndirdiniz. Necə biz o boyda yolu gəlmişik, Şəkinin gözəl mənzərəli bir yerində gözəl şəfalı söhbətlərimiz elədik. Şəfalı ifalarımız, şəfalı idmanımız, şəfalı psixoterapiyamız
və təbii ki, şəfalı verilişdə şəfalı məsləhətlərimizi sizinlə paylaşdıq. Sağ olun, sağlıqla qalın. Növbəti efirlərdə görüşənədək. Sağ olun, sağlıqla qalın. Day söyləyir mənə, hər çətinlikdə belə, sən hər an güvən mənə, dağ kimi bir dayın var. Mənim dayım mərd adamdır, bacı qardaşa yanandır, dövlətin, millətin sevər, vətənpərvər insandır. Dövlətin, millətin sevər, ay mamacan, vətənpərvər oğlandır. Ah ya, day, 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 necəsən aday, day, 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 dayımın etingi, day, 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 necəsən aday, day, 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 dayımın etingi, day. Çetin günüm inşallah olmasın, rengim hiç zamanı solmasın. Diyeceğim oy kurtoy parin, kupit mini galin vagen. Diyeceğim oy kurtoy parin, ay mamacan kupit mini galin vagen. Day 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 day, necəsən aday day, day 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 day, dayımın etingi day, day 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 day, necəsən aday day, day 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 day, dayımın etingi day. Day 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 day, necəsən aday day, day 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 day, dayımın etingi day, day 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 day, necəsən aday day, day 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 day, dayımın etingi day, day 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 day, necəsən aday day, day 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 day, dayımın etingi day, day 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 day, necəsən aday day, day 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 day, dayımın etingi day. Şəfalı Həyat Coffee and Healthy Food'un baş sponsorluğu, həkim-stomatoloq Məmməd Əsədovun xüsusi sponsorluğu, Rabitəli Nitq Reabilitasiya Mərkəzinin sponsorluğu ilə bitdi.